Son aylarda saç tökülməsi problemi ilə təəssüf ki, mən də üzləşdim. Bir sıra araşdırmalar etdikdən sonra yaxınlarımın da tövsiyəsi ilə Empire klinikasına üz tutdum. Bu klinikaya ilk dəfə idi gəlirdim və düzünü desəm, klinikanın böyüklüyü və yüksək xidmət səviyyəsi çox xoş təəccüb yaratdı. Qeydiyyatdan sonra məni həkimim Lalə xanıma yönləndirdilər. Həkimim mənim şikayətlərimi diqqətlə dinlədikdən sonra diaqnostikaya keçdi. İlk olaraq baş dərim trixoskop cihazı ilə müayinə olundu. Mən ekranda baş dərimin vəziyyətini özüm də gördüm. Bu cihaz başın müxtəlif nahiyələrindən şəkil çəkərək problemi aydın göstərir. Həkimin bütün nəticələri nəzərə alıb mənə fərdi müalicə planı hazırladı və mənə istifadə olunacaq preparatlar və cihazlar barədə məlumat verdi. Bu klinikaya ilk dəfə idi gəlirdim və açığı həm klinikanın miqyası, həm də xidmətin səviyyəsi gözləmədiyim dərəcədə xoş təəccüb yaratdı. Daha sonra isə prosedurlara keçdik. Əvvəlcə baş dərisi peelingdən başladıq. Daha sonra azon buxarı, mezoterapiya, fotoxrom terapiya və daha bir neçə prosedur etdik. Bir neçə gün sonra isə inyeksiya prosedurlarına başladıq. Müalicə tam bitdikdən sonra nəticələri də sizinlə bölüşəcəyəm.